Belə bir rejimin qabağında belə oğullar çıxıbdı meydana. Belə bir rejimin qabağında Azərbaycan müxalifəti bu günü dünyada tay bərabəri yoxdur. Aramızdan bircə nəfər sızdı. İlhamın həyatını qaraltdı. Ay salamaya gəl kefim açılsın. Qaraldı. Dur. Salam aleyküm. Bütün Salam. izləyiciləri salamlayıram, səni salamlayıram və təbrik edirəm. Təbrik edirəm ki, biz İlham Əliyevin, Əliyev Paşayevlərin yuxusunu pozmuşuq, yuxularına haram qatmışıq, onları məhv etmişik, onları rəzil günə salmışıq. Əliyevlə tarixində ona bu cür zərbə endirən hələ heç kim olmayıb. Ona görə də bu ümumi işli təbrik edirəm və bu davam eləyəcək. Mehman bəy, Allah sənin qardaşını var eləsin. Tovuzun çörəyi, suyu az çox içibsiniz, düzdür, çoxdan Bakıya gəlsənizdən. Tovuzun suyu, çörəyi, o əsrin bulaqlarından içdiyin su halal olsun. Halal olsun sizi böyüdənlərə, boya başa çatdıranlara. Bir də halal olsun sizin o arxanızda duran hansısa qüvvələrə. Halal olsun. Mən elə belə demirəm. Mənim hissiyatım çox güclüdür. Mən hər zaman deyirəm ki, o mehman var, neçə illərdir bunu deyirəm, tək bu gün yox. Deyirəm, o mehmanla mən prezidentlik yarışında iştirak eləyəcəyəm. Və mən rəqiblərimin belə güclü olmasını istəyirəm. Vallahi də, heç məndə ölüm dirim savaşı yoxdur. Olsun, heç bir qeyrətli oğlan olsun o hökumətin başında. Mehman prezident olsa mehmandan mən nə istəyəcəm, indidən deyirəm. Ya mehman olmur, kim olur olsun prezident, mən olmasam da, əlbəttə ki, mənim izləyicilərimin, komandamın böyük dəstəyi olacaq, kim olsa da. Mən bir dənə istəyim olacaq ki, bir dənə karavan maşın istəyəcəm, karavan maşın. Bir dənə də bir otaqlı çayın qırağında, bircə otaqlı ev. Bircə otaqlı ev ki, oradan qarmağı belə tullayım, balıq tutum, orada bir balaca manqalımla öz həyatımı yaşayayım. Arada bir də siyasi xəbərlərə baxım, deyim, mən olsam belə olardı, bu oldu, belə oldu. Vəssalam. Yəni, indi mehman da mən prezident olsam, bu kişi olanmasa nə istəyər özü bilər. Hər nəysə, deməli, qardaş, gəl bir videoları qoyaq bura. Yox, birinci bir sual verim. Mənim çox sıxıldım, çox bezdim. Ver gəlsin. O Neftçalalı deyir, cənab deyir prezident. O puldur da, bıraq səpələ deyir də, bu nədir deyir. Mən də sıxıldım deyir. İndi, ay mehman, mən sıxıldım bu İlham Əliyevdən. Mən sözün açığı, Mart ayının birinci yarısından biz şad xəbərlər alacağıq. İlham gedərək kimi. İl bizim ildir. Bax, bunu deyirəm, ha. O an bana olsa bellərsiniz, bax Qabil. Mən bunu, dünən oldu da bu hadisə. İlhamı 3 gündür qayrəsinizdən, 2 qardaş ikinizdə donmalı. Qardaşlar, mən 3 gündür qayrələrdə da bura. Amma mən bir 10 gündür, bir həftədir, nə deyirəm? Bu il bizim ilimizdir. Mart ayının 10'undan etibarən, 15'i 10'undan etibarən. Ancaq biz şad xəbərlər alacağıq. İlham ölənə qədər bu şad xəbərlər davam edəcək. Deməli, il bizim ilimizdir. Amma mən bu şad xəbərləri belə tələsik gözləmirdim. Və Mehman Hüseynov, birincisi, mən elə burada mənə tamaşaçılar yenə başladı suallar göndərməyə. Yox, bunların hamısına baxdısa deyəcəm. Və birinci mən sizə deyirəm. Bax, tamaşaçılar gələn kimi gördünsə 3500'dən qalxdı 4000'ə. Amma baxma, bax, qadalarım, Qənimət bəy də deyil olur, bax, çıxdıq, vicdan kimi yayım apardıq da. Baxış 5000'dən aşağı düşmədi. Qənimət bəyin 1500'lik, 2000'lik baxışı bizim yayımızdan çoxdur. Vururlar, ana. Vursunlar, olsa da Qabil ikinci komandan, bax, Mehman indiki danışacaq, ha. Mehman gedəcək, ha. Özdə zor vaxt yarandı. Bax, deyirəm, Mehmandır, Qabildir, yalan deyən götün oğlu götdür. Kim Bakıdan ev istəyirsə, 100 minlik, milyonluq maşın hədiyyə istəyirsə, ya yaxta istəyirsə 3 dənə promosyon qoyacağım hədiyyə. Dərhal mənim beta qrupuma abunə olsun. Dərhal mən Mehman Hüseynovun vaxtını almaq istəmirəm, onu deyəcəyəm Mehman Hüseynovdan sonra, ay qardaş, Almaniyada elə kimsə onu elə beləcək evalanmır, sən hədiyyə istəyirsən, ha, o ev, mev, hamısı. Dərhal və dərhal Mehmandan sonra mənə qurarız. Mən beta qrupu yaradıram, o qrupda olmalısan. Bacarığın varsa. Və Mehman bəy, dərhal bir darıxdıq, sıxıldıq. Alyona 5 nə zaman gəlir və necə gəlir? Birinci tezi o qırğın...
Sən əvvəlki efirində də bildirmişdim ki, İlham Əliyevin davranışından bizim ona cavabımız olacaq. Yəni onun davranışından Alyona 5 nə vaxt çıxacaq, hansı gündə çıxacaq, o asılı olacaq. Lakin bu iki gündə İlham Əliyev də, Mehriban Əliyeva da özlərini çox pis aparıb, bizim xoşumuza gəlməyib. Ona görə də şad xəbər. Yaxın günlərdə, ola bilsin ki, yaxın saatlarda Alyona 5 serialı efirlərdə olacaq. Biz Mehriban və İlham Əliyevdən fərqli olaraq faktlara əsaslanıb söhbətimizi eləyirik. Faktlarla danışırıq. Bax, İlham Əliyev dünən altını vurdu. Bu gün də Mehriban Əliyeva altını vurdu. Yəni bu biabırçılıq idi. Mehriban Əliyevanın gördünüzmü nə qədər hirsi, qəzəbi, nə qədər kinli bir cavab verib. Yəni Mehriban Əliyeva və İlham Əliyev onu göstərdi ki, onlar Alyona serialına baxırlar. Onlar Alyona seriallarından xəbərləri var. Onlar artıq bilirlər ki, evlərinə soska gətiriblər. İlham və Mehriban Əliyeva sənin də efirinə baxırmış. Başqalarının da efirinə baxırmış. Görsən, hər şeydən xəbəri var. İlham Əliyevin xəbəri var, Mehribanın xəbəri var. Demək ki, biz düz hədəfdəyik. Düzgün plan qurmuşuq. Alyona gəlir option. Alyona gəlir, özü sərt gələcək, eləmi? Sərt. 100%. Alyona, dəyərləmədənlərim, Mehman bəy həmişə Alyona 5-i yayımlayır. Açıq deyirəm də, həmişə neçə gündür, neçə vaxt nətər olur. Deməli, Mehman bəy Alyona 5-i yayımlayır. Əvvəlki yayımladığı kimi nə olur? Yayımlanandan sonra dərhal biz paylaşırıq, heç linki paylaşırıq. Axşam Mehman Hüseynov bizim efirimizə çıxır. Açıqlamasını və orada demədiklərini deyir və üstəlik həmən dəqiqə efir zamanı bizə seks videosunu göndərirlər və biz də Telegram səhifələrinə ötürürük. Biz istəsək də ötürürlər, istəməsək də biz zaten. Amma Mehman bəy, suallar. Gəlin, sualları verməmişdən qabaq, yeni izləyicilər artıq 4500-dən çox izləyicimiz var və burada yeni suallara keçməmişdən qabaq, keçmişi bir dəqiqəlik yada salaq. Keçmişi necə yada salırıq? İlham Əliyevdən yada salacağıq. İlham Əliyev, özdə Mehman nə təri insandır, mən bilmirəm. Arif Paşayevin şeyində belə şeylədi, cəmatın qanını qaraltdı, hər neysə. Gəlin baxaq. Birinci dostlar, qardaşlar, birinci video İlham Əliyevdən başlayaq. Bu neydi? Cənab Prezident, müstəqil mətbuatın suallarına da cavab verə bilərsiniz, yoxsa yox? Müstəqil mətbuat yoxdur dünyada. Bir də qoyuram. Cənab Prezident, müstəqil mətbuatın suallarına da cavab verə bilərsiniz, yoxsa yox? Bu İlham Əliyevin, deməli, İlham Əliyevin və insanlar da haqlı sürətdə insanlar da sərt təpki göstərir, belə videolar paylaşır. Belə kinodan götürülüb, bunu belə tamaşaçılar belə paylaşır və keçək bura. Keçək indi bura. Mehribana, əsas mehribandır bugünkü. İlham Əliyev özünü, deməli, İlham Əliyev özünü, dəyərli vətənlərim, İlham Əliyev özünü itirmişdi. Nə danışığını bilmir, özünü rəzil günə qoydu. İndi baxaq Mehribana. Mehriban xanım, sual vermək olar, ölkədə demokratiyanın durumu ilə bax. Mənim adım Emin Hüseynovdur, jurnalistlər. Nasıl baltarımda səhvlik istənilən insan sizdir. Sizə sağlıq arzulayır. Çox sağ olun, amma qadın parklarında gizlənməmişəm. Sağ olun. Deməli, birinci sualımız belədir. Mehman bəy, bugün Emin Hüseynov, Mehriban Əliyeva ilə arasında kiçik mübahisə yarandı. Emin Hüseynov çox mərhəmətli və humanist davrandı. İstər İlham Əliyevə, istər də Mehribana hər ikisə humanist davrandı.
siz olsaydınız ne ederdiniz? Ne diyerdiniz bu cavaba? Baxın, Emin Hüseynov o jurnalisti və Münhendə dünya miqyaslı bir beynəlxalq konfransda iştirak eləyir. O məndən xarakteri, onun xasiyyəti başqa cürdür. O protokollara riayət edən bir adamdır və o öz tərbiyəsini, öz mədəniyyətini göstərdi. Yəni o protokollara uyğun olaraq Cənab İlham Əliyev, sualım var, demokratiya ilə bağlı, insan hüquqlarla bağlı. Mehriban xanım, sualım var. Amma İlham Əliyevin və Mehriban Əliyevanın cavabı küçə uşaqlarının cavabı idi. Yəni prezident, müzəffər lider, birinci vitse-prezident belə kiçilməməlidirlər, belə aşağı düşməməlidirlər. Və sən gözəl sual verdin. Mən nə edərdim? Bax, mən də ona görə həmişə deyirəm ki, İlham Əliyev, Əli Nağıyev, Vilayət Eyvazov, Mehriban Əliyeva, siz heç bir siyasi fəalla, jurnalistlə, xalqla, müxalifətçilərlə hədə dilində danışa bilmərsiniz. Şantaj dili ilə danışa bilmərsiniz. Çünki sən efirində mən rahatam da, osturanın qabağına sıçmasan, elə biləcək ki, səndə göt yoxdur. Yəni, bu məsələ çox gözəl məsələdir. Osturanın qabağına sıçmasan, o elə biləcək ki, səndə göt yoxdur. Bax, Əli Nağıyev mənim atamı şantaj eləyib, məni şantaj eləyib, İlham Əliyev məni şantaj eləyib və düşünüb ki, bunun bir gün ailəsini şantaj eləyən çıxmayacaq. Bunun ailəsini biabır eləyən çıxmayacaq. İlham Əliyev gördü ki, bu da baş verə bilər. İlham Əliyev indi başa düşməlidir ki, Münhen də gələn il, ola bilsin ki, emin yox, mehman ola. Mehman İlham Əliyevlə, Mehriban Əliyeva ilə üzə gəldiyi an loppa ilə sifətlərinə tüpürəcəm. Cənab Mehriban xanım, deyəcəm ki, soska, ay peysər, ay namusdan qeyrətdən məhrum olan şəxs, niyə cəmaatı şərliysən? Niyə cəmaatın haqqını oğurluyursan? Niyə peysərə atıb yaşayırsan? Mən bilirsən ki, dəliqanlıyam. Tovuzlular özdə əsrikdənəm mən. Sən bilirsən də, əsrikdə dəliqanlılar olur. Dəliqanlılar. Bəli, bəli. Mən etikaya riayət etmədən İlham Əliyev dərk eləməlidir ki, biz Davosda, Strasburgda, Brüsseldə, Münhendə, Amerikada hər an mən onunla üz-üzə gələ bilərəm. Onu unutmasın. Unutmasın ki, üz-üzə gəldiyim an Cənab Prezident zat söhbətləri bitəcək. Mən demişəm ki, bir də bizim ailəmizə qarşı hədə qorxu olsa, şantaj dili olsa, digər siyasi fəallara qarşı hədə qorxu, şantaj dili olsa, İlham Əliyev necə ki indi peşman olub, necə ki indi dəli olub, ona həmin o hissləri yenə də yaşadacam. İlham Əliyevin üzünü görmüsən mi Münhendə? Çöküb, şişib, şəlpiyə oxşuyur, qorxur, yuxusuz, rəzil günə düşüb. Biz bunu o hala salmışıq. Mehman. Bizlər, blogerlər. Çox üzr istəyirəm. Sən istəyirsən mən axşam ac qalam, səhər nə bilim nə qalam. İstəyirsən bunu? Tək o xanımı qoşub buraları dağıtdı. İndi pısat gəlib efrizat dağıdacaq. Alo. Alo. Xeyir, tanışırsılan hər vaxtı xeyir olsun, axşamı xeyir olsun. Mən qısa bir fikir bildirmək istəyirəm. Bugün Emin Hüseynovun videosuna baxdıq. Dünən İlham Əliyevlə Mən deyəndə ki, bizləri idarə edən əxlaqsız bir ailədir. İnanmırdınız. Mən düşünürdüm ki, İlham Əliyevlə mübarizə aparan bizlər idik. Amma mən yanılmışam. Sən demə, İlham Əliyevlə mübarizə aparanlar, İlham Əliyevi təhqir edənlər, İlham Əliyevi və onun ailəsini alçaldanlar, elə onun
öz ətrafı imiş. DTX və Mirşahinin Alona haqqında filmini görəndə İlham Əliyevin yerinə mən xəcalət çəkdim. Filmin adını da Milli Namusumuz qoyublar. Fikir verirsiniz? Burada da bizə soxuş gəliblər. Axı Alona Əliyeva Ukraynalıdır. O necə Azərbaycan xalqının milli namusu ola bilər? Qoy mənim filmimin də adı olsun Ümummilli Namussuz. Təsəvvür edin, o boyda DTX və Mirşahin gülməli bir film çəkiblər və filmin məğzi də budur ki, ay cəmaat, prezidentin gəlini Alona Əliyeva, çox üzr istəyirəm hamınızdan, ağzına almayıb, şəkildəki o deyil. Gəlin indi DTX-nın bu saxta əməliyyatını incələyək. Alona Əliyeva haqda filmlərim YouTube'da, Instagram'da bir sözlə bütün sosial şəbəkələrdədir və milyonlarla insan baxıb. Axı mənim ortaya qoyulan tələblərim, ortaya çıxardığım mövzular tam başqa idi. Mənim yadıma gəlmir ki, mən hansısa filmdə çıxım deyim ki, ay İlham Əliyev, çıx açıqlama ver görüm, gəlinivin ağzına verən kimdir? Belə bir şey yadıma gəlmir. Mən öz filmlərimdə soruşmuşam ki, ay İlham Əliyev, sən niyə Alona Əliyeva haqqında bu millətə yalan danışdın? Mən sübut etmişəm ki, Alona God Nisanovun qızı deyil. Mən Alona Qonçarın kimliyini ortaya qoymuşam. Alona Əliyevanın qeyri-qanuni olaraq Azərbaycan vətəndaşlığı aldığını ortaya qoymuşam. Mən soruşmuşam ki, ay İlham Əliyev, sənin o xəstə oğlun balaca Heydər niyə əskərlikdən qaçıb? Niyə əskərlik vaxtı Fransada kef edib, ha? Mənim suallarım bu idi. Mən Alona və Heydərin tanışlıq hekayəsini ortaya qoydum ki, Alonanı Heydərlə onun bibisi oğlu, yəni Sevil Əliyevanın oğlu Azər Əliyev tanış edib. Mən filmlərimdə Alona Əliyevanın valideynlərini üzə çıxartdım. Mən filmlərimdə Alona və Heydərin təzə villasını ortaya çıxardım. İlham Əliyev, mən səndən soruşdum ki, Alona Əliyeva bahalı çantaları, geyimləri hansı pulla alır? Mən sənə sual verdim ki, ay İlham Əliyev, bu korrupsioner keçmiş nişanlısını Odessada qoyub qaçan, atası yaşında kişinin pulu ilə fırlanıb kef edən, acgöz, Azərbaycan dilində danışa bilməyən və Azərbaycan dilində qanmayan Alona Əliyeva bu ölkədə necə vəzifə sahibi ola bilər? Mən səndən bunların cavabını tələb etdim. Sən isə 2 ay ərzində çıxıb mənə və xalqa bu sualların cavabını verə bilmədin. Əvəzində isə çıxıb 2 ay sonra bu millətə Mirşahinin dili ilə deyirsən ki, ay cəmaat, mənim gəlinim ağzına almayıb. Ay İlham Əliyev, səndən soruşan var idi ki, sənin gəlinin Alona Əliyeva ağzına alıb yoxsa yox? Niyə mənim qeyd etdiyim məsələlərin cavabını verməmsən? Mən axı sənə həm də yaydığım foto və videoların mənbəyini göstərmişəm və demişəm ki, ay İlham Əliyev, sənin gəlinin Alona Əliyeva məhz özü bu foto videoları sosial şəbəkələrdə VKontakte və Odnoklassnik hesablarında paylaşıb. Bütün millət sənin gəlininin sosial şəbəkə profillərini bilir və bu profillər açıqdır. Alona özü bu foto və videoları 2014, 2015, 2016, 2017-ci illərdə paylaşıb. Ay İlham Əliyev, sən o qədər şəxsiyyətsiz, özünə hörmət etməyən, o qədər əxlaqsız adamsan ki, oğlunun həyat yoldaşı Alonanın foto və videolarını porno saytlarda axtarırsan. Mən axtarmıram ha. Mən axı sənə mənbəni göstərirəm ki, sənin gəlininin foto və videoları hardan götürülüb? VKontakte və Odnoklassnikdən. Buna qalsa daha da dərinə gedə bilərəm. Niyə sənin DTX rəisin və Mirşahinin Alonanın bu fotolarından danışmır? Misal üçün, niyə Alonanın Sergey dayının qucağında olan fotosundan danışmır? Niyə Alonanın bala Heydərin bibisi oğlu Azərlə öpüşdüyü fotosundan danışmır? Niyə Alonanın keçmiş nişanlısı, keçmiş partnyorları ilə olan fotolarından danışmır, ha? Hə, sən yəni demək istəyirsən ki, bəli, bu fotolardakı gəlinimdir. Amma ağzına alan gəlinim deyil. Utanmırsan ay İlham Əliyev. Ay, mənim belə dilə gətirə bilmədiyim şeyləri Mirşahin Ağayev efirdə açıq aydın dedi. İndi isə keçək DTX-nın keçirdiyi saxta əməliyyatına.
həbs olunan adamı tanımıram. Öz də bunu etiraf edir ki, onunla heç bir tanışlığımız yoxdur. DTX bu video ilə İlham Əliyevin sifətinə tüpürüb, onu və Mehriban Əliyevanı dolayıb. Mehman Hüseynovla əlaqə saxladım Facebook vasitəsilə və istədim ki, özüm görüm bu materialları və tanış olum bu materiallarına. Ancaq o mənə cavab vermədi və Deməli, həbs edilən şəxs deyir ki, yayılan foto və video materialları, yəni mənim yaydığım materialları götürüb, başlayıb İlham Əliyevi şantaj etməyə və pul tələb etməyə. İlham Əliyev, sən axmaqsan, bu nə ssenaridə yazmısan? Hər yerdə yayılmış foto və videoları niyə kimsə götürüb, bir də səni şantaj etsin, ha? Axı bu foto və videolar artıq hər yerdə yayılıb. Məntiq hardadır? Davamına qulaq asın. mən o materialları görəndə inanmadım ki, bu Alyona Əliyevadır, yəni ona bənzətmədim. Doğrudan da mı bu həmin qadındır, yoxsa bu yəni ona oxşayan bir qadındır? Həbs olunan şəxs deyir ki, mən foto və videolara baxdım və Alyonaya oxşatmadım. İnanmadım ki, odur. Adama deyərlər, ay qaş qaldaq, foto videolardakı qadını Alyonaya oxşatmadınsa, Alyona olduğuna inanmadınsa, bəs onda niyə İlham və Mehriban Əliyevanı şantaj edirsən? Məntiq hardadır? İnanmıram ki, bu Alyona Əliyevadır. Amma qoy şantaj edim. Siz xəstəsiz, İlham Əliyev. Sən bu cəmaatı avam bilirsən? Ən gülməlisi isə budur. Həmin bu həbs olunan adamdan soruşurlar ki, şantajı necə etmisən? Deyir ki, heç. Öz Facebook hesabımdan girdim, İlham, Mehriban, Leyla, Arzu Əliyevanın Facebook profilinə mesaj yazdım ki, salam, pulu verməsəniz Alyonanın foto və videolarını yayacam. Təsəvvür edin, adam öz Facebookundan girir və Əliyevlərə mesaj yazıb, gözləyir ki, Mehriban Əliyeva və İlham Əliyev buna Facebookda cavab yazsın ki, qaqa, sən Allah yayma, pulu göndərim, sakit dur, başımıza oyun açma. İlham Əliyev, sən xəstəsən? Ay Əlin Ağayev, ay axmaq, düşünürdün ki, bu saxta tamaşaya kimsə inanacaq? Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı bu videosunda o qədər səhv və saxtakarlıq var ki, say bitmir. Ən dəhşətlisi budur ki, İlham Əliyev öz namusunu, gəlini Alyona Əliyevanın namusunu təmizləməyi Mirşahinə tapşırıb. Mirşahinin özü kimdir axı? O hələ getsin, öz namusunu təmizləsin. Bilirsiniz də, Cəlal Əliyev o vaxt onun namusunu necə lazımdır ləkələmişdi. Alyona'nın yaddan çıxmış məsələni yenidən üzərə çıxartdılar. İkinci nə gördük ki, ən hörmətsiz, ən yaramaz, onun adını elə İlham Əliyevin nəsli qov, Mirfahişə. Mirfahişəni gətirdi ki, İlham Əliyevin namusunu qorusun, İlham Əliyevin namusunu təmizləsin. Yəni namussuz adam necə kiminsə namusunu qoruya bilər? Onu mən heç gün başa düşə bilmərəm. Mirfahişə İlham Əliyevin nəsli kimi, yəni əxlaqsız bir adamdır. Onun biz deməmişik. Yəni o sözü faktiki olaraq Cəlal Əliyev birbaşa Mirşahinə nə demişdi? Onu gəlin xatırlayaq, yadımızı salaq. Şimdi adını qoyub Mirşahin, əslində Mirfahişədir. Ən vacibi budur ki, İlham Əliyev, mən bilirəm sən nə etməyə çalışırsan. Sən həqiqətən də axmaqsan, xəstəsən. Sən həqiqətən də Alyona Əliyevanın seks videolarına baxmaq istəyirsən. Sən axı onun bunun yatağını, cəmaatın şeyini güdməyə öyrəşmisən. Sən istəyirsən ki, mən Alyonanın əlimdə olan kasetlərini tamyayım. Sən də baxıb kef çəkəsən. Amma yox, mən sənin arzularını ürəyində qoyacam. Bir də ki, belə baxanda mənə heç ehtiyacda qalmadı. Sənin pozun gəlinin Alyonanın videosunu artıq Mirşahin yayıb da, mən sənə təklif edərdim ki, sən o bığlarını qırxasan. Çünki bir ata öz oğlunun həyat yoldaşının foto və videolarını porno saytlarda axtarmaz. Mən isə suallarıma yenə də cavab tələb edirəm. İlham Əliyev, niyə gəlinin Alyona Əliyeva haqqında bizə yalan danışdın? Niyə bu adamı vəzifəyə gətirmək istəyirsən? Niyə sənin xəstə oğlun əskərlikdən qaçıb? Niyə Alyona Əliyeva qeyri-qanuni olaraq Azərbaycan vətəndaşlığını alıb? Alyona Əliyevanın milyonları hardandır? İlham Əliyev, sənin qeyrətin, namusun varsa, çıx bu sualların cavabını ver. Amma bilirəm, sən yenə də çalışacaqsan, cəmaata sübut edəsən ki, ay cəmaat, ağzını alan mənim gəlinim deyil. Vətəndaşları
irgəndirməyim. Bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir. Ay camaat, hamınız bilirsiniz ki, mən prezidentin gəlini Alona Əliyevanın kimliyini ifşa elədim. Kim olduğunu, hardan gəldiyini, nə işlə məşğul olduğunu sizə danışdım. Bunu etməyimin sadə səbəbi var idi. Əliyevlər ailəsi Alonanı bizə təzə Mehriban Əliyeva kimi itələməyə çalışırdı. Bəzədilmiş kuklanı yavaş-yavaş Bala Heydərin böyründə gözümüzə soxurdular. Gələcəyin vitse-prezidenti kreslosuna hazırlayırdılar. Amma onun bioqrafiyasını bizdən bərk gizlədirdilər. Mənə də maraqlı idi ki, axı bu qız hardan peyda olub? Bala Heydəri necə qamarlayıb ələ keçirib? Və nəhayət hər şeyi tapıb sizinlə bölüşdüm. Mən Alona haqda silsilə videolara başlayan kimi hökumət də tez tələsik Alonanın yerlə bir olan imicini düzəltmək üçün kampanyalara başladı. Həftə 8, mən 9 bu qızı geyindirib keçindirib uşaq evlərinə, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların yanına, məscidə, muzeylərə, sərgilərə aparıb şəkil çəkdirirdilər. İstədilər ki, Alonanı xeyirxah, mərhəmətli, xalqın dərdi səri ilə maraqlanan gənc qadın kimi qələmə versinlər. Düşük Instagram blogerlərinə də tezis verib dedizdirdilər ki, gəlin Alonanın keçmişinə baxmayaq, onun bugün gördüyü işlərə fokuslanaq. Lap yaxşı, çox gözəl. Mən də bu məsləhətə əməl edib Alonanın bu gününə fokuslandım. İlk videom yayılan gündən, yəni yanvarın 23-dən martın 18-nə qədər Alonanın nə hoqqa verdiyini araşdırdım. Nə görsəm yaxşıdır. Əliyevlər ailəsi bu ucuz kampanya üçün çox böyük pullar xərcləyib. Üzəçıxdı tədbirləri Azərbaycan xalqına çox baha başa gəlib. Yaxın oturun. İndi boğazımızdan kəsilən pulların hara xərcləndiyini danışacağım. Alonanın ilk səfəri Nizami rayonunda yerləşən autizm mərkəzinə idi. Güya Alona cəmiyyətin həssas qrupları ilə görüşür. Onların vəziyyətini bilmək istəyir. Bəs baxaq, Alona kimi bir şəxs bu insanların dərdini başa düşə bilərmi? Baxın, bu fotolar Alonanın autizm mərkəzinə ziyarətindəndir. Əynindəki pencək Miu Miu brendinə aiddir. Qiyməti təxminən 6700 manatdır. Pencəyin altından geyindiyi Miu Miu koftanın dəyəri isə təxminən 2800 manatdır. Bəli, adi qısaqol koftadan söhbət gedir. Əlindəki Fendi çantası isə təxminən 9500 manatdır. Ayağındakı ayaqqabı Ukraynanın Bashane firmasındandır. Qiyməti 1300 manatdır. Gözündəki Dior eynək isə 670 manatdır. Açığı şalvarın qiymətini tapa bilməmişəm. Amma tapdıqlarımın ümumi dəyəri 21.000 manatdır. Təsəvvür edirsiniz? Alonanın bir dəfə evdən bəzənib çıxmağı çoxlarımızın illik gəlirindən 2 dəfə çoxdur. Amma bu hələ son deyil. Bundan az keçməmiş Alonanı Kaşalata adlı xüsusi qayğıya ehtiyacı olan gənclərin işlədiyi kafeyə aparıblar. Bu da Alonanın həmin gün geyindikləridir. Elə birinci əlindəki çantadan başlayaq. Yasifdə Zero markası 10.500 manat. Yves Saint Laurent ayaqqabısı təxminən 2700 manatdır. Gözündəki eynəyi də sizin bir aylıq maaşınız qədər, yəni 700 manatdır. Bu da elədi 14.000 manat. Paltosunu, şalvarını, vadalaskasını da araşdırıb üstünə gəlsək, yenə də 20.000 manat edəcək. Hə, necədir? Ləzzət eləyir? Bu isə Alonanın Qubadakı internatdan görüntüsü. Prada pencəyi 15.000 manat, 15.000. Yves Saint Laurent çəkmələri 4.000 manat. Koftası Ami Paris 300 manat. Şalvarını hələ hesaba qatmırıq ha. 20.000 manat da belə uçdu göylərə. Vur ey! Üzünüzə soyuq su vurun əziz izləyicilər. Bəlkə şokdan ayılasınız. Mən isə davam edirəm. Ölkədəki xəstə uşaqları, köməyə ehtiyacı olan insanları öz reklamı üçün istifadə eləyən Alona arada istirahətə də yer ayırıb. Gedib Göygölə, Göygölün kənarında oturmaq üçün ayağına geyindiyi Louis Vuitton batinkası 2500 manatdır. Gözündəki Chanel eynəyi 850 manatdır. Əyninə geyindiyi kurtka isə Mary Strauss brendinə aiddir və qiyməti 400 manatdır. Altdan isə Alo Yoga markalı qalın kofta geyinib ki, soyuq olmasın. Bu da elədi 400 manat. Onun da altından bir uzunqol geyinib 500 manat. Ay maşallah. Ay camaat. Bu qız Tonqal qırağında çay içməyə gedəndə 5000 manata yaxın pul silir. Hələ mən papağını,
götünə bağladığı sviteri, şalvarı hesaba qatmamışam ha. Bunları da gəlsək elə hesab edin ki 10.000 manatın başına daş saldı. Geyinib keçinməyi, pulları pal-paltara sovurub keyf eləməyi sevən Alyona bu dəfə moda sərgisinə gedir. O getməsin, kim getsin? Dünyanın ən bahalı brendlərini geyinsəm, mən də gedərdim. Valla, əl qərəz. Gəlin baxaq. Koftası Dubloj brendinə aiddir və qiyməti 1300 manatdır. Çantası Kaite 4000 manatdır. Yubkası Fenzi 3000 manatdır. Ayağında da 2500 manatlıq Allaya tufliləri. Elə bil ayağında qızıl daşıyır. Nəysə. Bu moda sərgisi də Azərbaycan xalqına ümumilikdə 11.000 manata başa gəldi. Su için əziz izləyicilər, su için. Su canınıza xeyirdir. Yadınızdadırmı? Alyonanı reklam eləmək üçün prezidentin köməkçisi Anar Ələkbərov onu bulvarda Novruz şənliyinə, oradan da sərgiyə aparmışdı. Güya Alyona xalqın arasındadır. Güya Alyona bu xalqın bir parçasıdır. Güya o da hamı kimi biridir. Gəlin baxaq, doğrudan da elədimi? Bax, əynindəki qırmızı plaş Rowan Rose brendinə aiddir və qiyməti 3000 manatdır. Ferragamo çantası 4300 manat. Victoria Beckham donu 2300 manat. Gianvito Rossi tufliləri 1500 manat. Cəmi cümü elədi 11.000 manat. Görəsən Alyona xüsusi qayğıya ehtiyacı olan uşaqların yanına 11.000 manatlıq əyin başla gedəndə utanmır? Mən belə başa düşürəm ki, xüsusi qayğıya bu uşaqların yox, elə Alyonanın ehtiyacı var. Onun ayaqlarına bahalı ayaqqabılar, qollarına bahalı sumkalar taxılmasa şəhərə çıxa bilmir. Amma məni ən çox yandıran bu görkəmi oldu. Alyonanın güya qadınlara dəstəyini göstərmək üçün hökumətin nəzarətində olan Gender Hub təşkilatına qəfil tapşırıblar ki, bir həftəyə yarmarka təşkil olunsun. Kiçik əl işləri hazırlayıb dolanmağa çalışan zəhmətkeş qadınlar da gəlib orada satış eləsinlər. Alyonanı da bəzəyib düzəyib güya qadınlara dəstək adıyla həmin tədbirə gətiriblər. Alyonanın o bazburutlu mühafizəçiyə daşıtdırdığı çanta yadınızdadırmı? Bax, o Ferragamo çantasının qiyməti 3000 manatdır. Güya qadınların sahibkarlığına dəstək olan Alyonanın elə gödəkçəsi Federica Tossi 1500 manatdır. Ayağındakı Totem brendinə aid batinkaları isə 1300 manatdır. Belindəki kəməri Miu Miu'dur. Qiyməti də bir Azərbaycanlı süpürgəçi qadının maaşından daha artıq, yəni 800 manatdır. Vallahi adam yanıb tökülür. Alyonanın belinin kəməri zəhmətkeş qadınlarımızın aylıq qazancından necə çox ola bilər axı? Alyona bu qədər pulu hardan tapır? Görəsən Alyona əziyyətlə bir tikə çörək qazanmağa çalışan qadınların yanına 7000 manatlıq pal-paltarla getməyə utanmırmı? Hələ mən şalvarını, vadalaskasını hesaba qatmamışam ha. Gəlin indi də Alyonanın İçəri şəhərdəki Xalça muzeyindəki vid fasonuna nəzər yetirək. Bax, bu yaşıl donu Etro brendinə aiddir və qiyməti 3000 manatdır. Balenciaga çantası 2800 manat. Ayağındakı Bottega Veneta tuflisi 1900 manatdır. Paltosu isə biraz kasıb malıdır. Yəni 500 manatdır. Əl qərəz. 9000 manata yaxın pul da belə getdi. Onu da nəzərə alın ki, mən moda eksperti deyiləm. Mən yalnız tapdığım markaları sizinlə bölüşürəm. Amma əlbəttə ki, tapmadıqlarım da çoxdur. Onları hesaba qatmıram. Bax, məsələn, Alyonanın Gəncədə əyninə geyindiyi bu kostyumunun hansı brenddən olduğunu şərhlərdə qeyd edə bilərsiniz. Mən isə tapdıqlarımı sayım. Çantası Fenzi brendinə aiddir və qiyməti də 5200 manatdır. Xalqımız bu pulu banklardan 1001 zülmlə kredit götürür, sonra da illərlə bağlamağa çalışır. Alyona amma bir dəfə sumka alıb, sonra qırağa atır. Gəlin Alyonanın ayaqqabısına baxaq. Gianvito Rossi 2000 manat, gözündəki Prada eynəyi 800 manat. Hamısı birlikdə 8000 manat elədimi? Elədi. Day kostyumunu, vadalaskasını da özünüz üstünə gələsiniz. Haram pulları xərcləyən Alyona bu dəfə Johann Lutheran kilsəsində imana gəlib, biraz ucuzvari geyinib. Kostyumu Rus dizaynerindəndir. Level markası, qiyməti də 1900 manatdır. Batinkaları Allaya 3200 manatdır. 5000 manat da belə getdi. Eynəyini, vadalaskasını da saysaq
6000-ə çıxır. Bu da Alyona'nın balaca uşaqlarla rəsm kursuna geyindiyi koftası Dolce Gabbana brendinə aiddir və qiyməti də 2800 manatdır. Alaya çantası da 5000 manatdır. Dəri gödəkçəsini, ayaqqabısını, şalvarını axtara bilmədim. Açığı hər şeyi axtarmağa adamın vaxtı da çatmır, valla. Siz hələlik bir kofta, bir sumkaya verilən 8000 manatın izinə düşün. Mənim kasıb mərd izləyicilərim. Alyona Əliyevanın 2 ayın içində təkcə evdən hazırlaşıb çıxmağa xərclədiyi pulların ümumi miqdarı 150.000 manat elədi. Bəli, 150.000 manat. Bir daha deyirəm, mən hələ bütün paltarları hesablamamışam. Bu ancaq mənim tapdıqlarımın qiymətidir. Tapmadıqlarımı da üstünə gəlsək, 200.000 manata yaxın bir vəsaitdən söhbət gedir. Bu qadın cəmi bir dəfə geyinib qırağa atdığı paltarlara 200.000 manat xərcləyib. 200.000 manat. Mən hələ Alyona'nın yanında gəzən çoxsaylı mühafizəçilərinin pulunu, onu gəzdirən maşın kortejini nəzərə almamışam. Başa düşürsünüz? Alyona deməli gündəmdən yenə düşmür və yenə bir gözümüzə soxdular. Gözümüzə soka-soka gördük ki, bu adam hər dəfə bir yerə çıxanda yeni paltarla, yeni sumkayla, mən düşünürəm ki, bəlkə 200.000-dən də çox xərclənilib. Mən buradan Alyona'ya səslənirəm. Heydər xəstə adamdır, işləmir, bir iş görmür. Sən görmədik ki, ya iş adamı olasan və yaxud da bir yerdə çalışasan, maaş alasan, çıx xalqa izah elə, gedib görüşlərə gedirsən xəstə uşaqların yanına. Orada izah elə o xəstə uşaqların yanındakı o pulları sən hardan götürüb və belə bağlı sumkalar, bağlı paltarlar geyinirsən. Mən bunların ailəsini gözəl tanıyıram. Leylanı da, Arzunu da, Mehribanı da. Bunlar paltarı cəmi bir dəfə geyinir. Hara getsələr, onlar cəmi paltar, sumka bir dəfəlikdir. İkinci dəfə özünüz də baxıb axtara bilərsiniz. Gündəlik bu adam 30.000 paltara xərcləyirsə, deməli illik görün nə qədər pul eləyir. O pulları bizim qazilərimizə, qoca nənələrimizə, pensiya almayan adamlarımıza, həm xəstə adamlarımıza versələr, 100 dənə, 200 dənə ailə yaşaya bilər. Hər ay yeni ailələr. Yəni bir dəfə bunu geyindiyi paltarı, deməli 25 dənə ailənin aylıq bir maaşıdır. Maaşımız həddindən artıq azdır. Torpaq uduruq. Bütün müxtəlif dünyada nə qədər mikroblar var, biz onu uduruq. Elə deyir, Allah'uza şükür edin deyirlər. Bu pulu sizə veririk 260 manatı. Amma heç olmasa ayda bir dəfə ət alıb yeyək də. Zəhmətkeş Azərbaycan anaları ailə büdcəsinə qənaət eləmək üçün özlərinə təzə bir şey almağa qıymayanda qəpiyin üstünə qoyub bir təhər dolanmağa çalışanda Alyona Əliyeva Bakıda bir evin qiyməti qədər pulu təkcə geyinməyə, bəzənməyə xərcləyir. Alyona'nın 2 ayda səpdiyi pulu insanlar illərlə yığa bilmir. Ailələr kirayələrdə sürünür. Gənclərimiz 500-600 manat maaşlıq iş tapmaqdan ötürü əlləşib vuruşur. Alyona Əliyeva isə Əliyevlər ailəsi ilə birlikdə xalqın olan qalanını da sümürməyə davam edir. Necə deyərlər, meşədə çaqqal azı idi, biri də tramvayla gəldi. Dihı. Salam cəmaət. Gəlin sizə cəmi 2 video ilə İlham Əliyevin nə qədər fuflo, boşboğaz olduğunu sübut edim. İlham Əliyev arada çalışır ki, özünü bomba oğlan kimi göstərsin. Güya ki bu panyatka bilir, amma alınmır cənab prezident, əmələ gəlmir. Gəlin birinci videoya baxaq. Bax burada cənab Əliyev icra başçısına irad bildirir. Deyir ki, sən yaşca balacasan, dur get arxada otur. Yaxınlaşın, əyləşin. Sən yaşlı kiçiksən, sən orada otur. İlham Əliyev burada özünü yaşlılara hörmət edən,
böyük kiçik məsələlərinə diqqət edən bir prezident kimi göstərməyə çalışır. Güya ki bu köhnə kişilərdəndir. Mərifət qanacaqdan başı çıxan adamdır. Amma boş söhbətdir. Bu oksigen oğrusu səhnə düzəldib, kameraya oynayır, artistlik edir. Reallıq isə budur. İkinci videoda gördüyünüz kimi İlham Əliyev müşavirə keçirir və balaca gədəsi oğlu Heydər Əliyevi yuxarı başda otuzdurub. Amma Heydərdən yaşda, ağılda, vəzifədə böyük olan məmurlar isə nəyə görəsə Heydərdən arxada oturur. Ay İlham Əliyev, bəs axı sən panyatka bilən kişilərdən idin. Niyə o xəstə oğluna həmin müşavirədə demədin ki, ay bala, dur cəhənnəm ol, arxada otur. Sən yaşca balacasan, niyə demədin? Sən əgər öz oğluna böyük kiçik yerini başa salmırsansa, amma başqalarına şou göstərirsənsə, deməli sən fu-flosan, özdə balaca küçüğün yaşı bir qırağa, vəzifəsi də yox idi axı. Yuxarı başda oturmağı bir qırağa, bu gədə ümumiyyətlə müşavirədə nə atdırırdı? Gəlin daha bir videonu sizə təqdim edim. Deməli, İlham Əliyev gənclərlə görüşə gəlib və İlham Əliyevin oturmağı üçün kreslo qoyublar. O da həmişə kimi yenə özünü artistliyə vurub, kameraya şou verir. Əliyev özünü sadə prezident kimi, güya təvəzzökar, kresloda gözü olmayan kimi təqdim etməyə çalışır. Mənə hansı belə xüsusi bir kreslo qoymusunuz? Adi stuldan yoxdur. Gerek götür. Elə şeylərə yol vermək olmaz. Qətiyyən. Böyle bir taxt. Bak böyle. Əyləş. Eşitdiniz də, Əliyev deyir ki, mənə xüsusi kreslo qoymusunuz. Adi stul yoxdur mu orada? Ay utanmaz, ayarsız İlham Əliyev. Sən artıq 23 ildir ki, oturduğun kreslonu zor gücünə zəbt eləmisən. Üssüzlüyünə salıb bir kresloda arvadına icad eləmisən. Onu da vəzifəyə gətirib böyründə otuzdurmusan. Sən də, sənin məmurların da, nazirlərin də, deputatların da illərdir ki, kreslodan bərk-bərk yapışmısınız. Ancaq şou lazım olanda sadəlik yadına düşür. Ay İlham Əliyev, sən hər dəfə şəhərə çıxanda dalınca 50 maşın kortej gedir. Yollar bağlanır. Qocaları, cavanları zorla məhəlləyə salıb. Gözlədirlər ki, nədir, yoldan keçəndə səni görə bilməsinlər. Budur sadə prezident hərəkəti. Ay İlham Əliyev, sən özünü gic yerinə qoyubsan, yoxsa bu xalqı, ha? Amma öz aramızdır. Sən fuflu prezident olsan da, peşəkar, aktyorsan, roldan rola elə girirsən ki, adam məhtəl qalır. Özün də yaxşı bilirsən ki, həyatsız yalanlar danışırsan. Biz də bilirik ki, sən yalan danışırsan. Sən də bilirsən ki, biz bilirik. Amma yenə də davam edirsən. Eybi yoxdur. Sən əgər aktyorluq edirsənsə, biz də sənə kinolar çəkəndə incimə ha.